Salam dostlar. Bugün YouTube'a yenidən qayıdıram. Yenidən qayıdıram və bu səfər PUBG ilə qayıdıram. Bugün hesabımı göstərəcəm. Mənim əvvəl hesabım pis idi. Ancaq indi gücləşdirmişəm, UC falan vurmuşam. Yorumlara hesabımın 10 üzərindən neçə olacağını yazarsınız. Bir də bunu demək istəyirəm ki, mən də istəyirəm ki, mənim videolarıma 10-dan, 20-dən, hətta 100 baxış gəlməsini istəyirəm. Hətta bugün ad günümdür və buna görə like atıb, abunə olub, yorum yazsanız sevinərəm. Hesabıma videoya keçmədən əvvəl deyim ki, zəhmət olmasa like atın, abunə olun və yorum yazın. Mən də sevinim. Bugün hesabımı göstərirəm. Və keçək videomuza. Birinci hesab haqqında məlumat verim. Hesabımız 49 səviyyədir. 50 olmağına az qalıb. Buyurun, baxın. 50 olmağına az qalıb. Bir sezon buraxmışam deyə əslində as örtəsi olurdum. Olmuşam hətta. Bir sezon buraxmışam deyə platina düşmüşəm. İdim də buradadır. Kopyalayıb dostluq ata bilərsiniz. Bəli, 51 RP-yik hal-hazırda. Adımız F12 Best-dir. F12 Esport klubundayıq. Mənə görə yaxşı klubdur. Siz də gələ bilərsiniz. Və adınızı dəyişib F12-dən istifadə edə bilərsiniz. Bəli, 32 koleksiyonluq. Mənə görə yaxşıdır. 12 destansımız var. 49 səviyyəyi, bəli, boş profildə qoyuşuq. Məncə yaxşıdır. F12-nin seçilə biləcəyi ən yaxşı profildən biridir. RP-yə keçək. RP-yə keçdiyimizdə 600 UC-miz var və 1-dən 50-yə qədər olan RP-ni açmışıq. Qalıb 50-dən 100-ə qədər. Onu da biraz kasıb açacağım ki, rahat olsun. Siz də yorumlarda bayaq dediyim kimi hesabı 10 üzərindən puanlaya bilərsiniz. Hesabımda bu dəqiqə hal-hazırda 600 UC var və evanteri göstərək. Belə paltarlarımız var. Destansı falan. Kaskimiz, buz yarı kaskisi mən taxıram. Məncə mənə görə yaxşıdır. Belə başlıqlarımız var. Çantamız bu qədərdir. Bunların arasında mənə görə ən gözəli budur. Ancaq mən daha bir gözəlini axtarıram. Tapsam onu taxacam. RP-də var əslində. Oradan bəlkə taxdım. Buz yarı kaskisidir. Bayaq göstərdiyim kimi. Buranı göstərməsəm də olar. Çünki burada elə belə şeylərdir. Silahlara gəldiyimizdə birinci yüksəldə biləcəyimiz silahları göstərim. Laboratoriyada gəldiyimizdə 5 yüksəldə biləcəyimiz silah var. Ən gözəli məncə OMP-dir. Bunun max səviyyəsi belədir. Sizcə OMP yaxşıdır, yoxsa DP? Məncə OMP. DP də 3 səviyyədir, OMP də 2 səviyyədir. Bunu 3 səviyyə eləməyimə bir dənə materialım çatmır. Onu da inşallah eləyəcəyik. Və bir də budur. Bu silah və bu. Sizcə bunlar, bu silahlar yaxşıdır? Mənə görə yaxşıdır. Yəni ki, əvvəlki hesabıma baxmayaraq bu hesab da, yeni hesabım daha yaxşıdır. Sonra nə qaldı? Koleksiyonlara girdiyimizdə giysilərə baxaq, yəni ki, paltarlarımıza. Bir dənə belə destansı paltarım var. Bir dənə belə. Çoxu RP-dəndir. Bir dənə belə və bir dənə belədir. Bunu 2 sezon bundan qabaqki RP-də verirdilər. Destansıdır. Belə. Və ən yaxşılarından biridir. Çox gözəldir.
Bir də belə. Bunlar da destansılar. Kaskilərə gəldikdə buz diyarı. Yəni gördüyünüz kimi ən bəyəndiklərim bunlardır. Və bu, bir də bu. Bu 4-ü ən bəyəndiklərimdir. Bir də bu 5-i. Ən çoxu bunlardan istifadə edirəm. Və bunlardır. Çantaları bayaq göstərmişdim. Neysə, buradan çıxaq. Çıxa bilərik buradan. Silahlara gəldiyimizdə bir dənə belə AKM-miz var. Belə M16'mız var. Scarlet'imiz var. M416, Groza və MK47'miz var 3 dənə. Və chain nişancılara gələk. AVM, Win94, DSR və SS deyəsən bunun adı. Mən tam bunun adını bilmirəm. Mini 14'ümüz, GBU-muz var, MK12'miz var. MK12 mənə çox ləzzət eləyir. Baxın bir dənə buna. Makineli tapanca. Belədir. Bir də belədir. Uzi. UMP-yə gəldikdə biri belədir. Yüksəldə biləndir. Biri də belə. Thomas'a gələndə belədir. Məncə yaxşıdır. Biz ona gəldikdə belə. Mənə görə yaxşıdır. P90 və bu buradan çıxaq. Silahlar çox deyil. Çox da əslində, amma çox da dəyərli deyil. Maşınlara gəldikdə biri belə sedanımız var. Sudan idi, sedan idi deyəsən, bilmirəm. Dacia deyirlər, ancaq sedan, sedandır bu. Buggy'miz var, buggy. Belə, bir də belə. 2 dənə, 3 dənə var buggy'miz. Oazımız var. Məncə gözəldir. 2 səviyyəsi də belədir. Ancaq bunu yüksəltməyə 6 dənə motor istəyir. Və bir dənə də belə. Bu maşınlar bitdi. Bir dəqiqə bunlara baxaq. Yoxdur yoldaşlarımız. Bəli. Səviyyədə 12 destansımız var toplam. 33-cü koleksiyona gəldikdə 3 dənə material parçacığı verir. 75 dənə bunun adı neydi, yadımdan çıxdı. Neyse 75 dənə ondan, o birisi 137. Sergi salonuna gəldikdə belədir. Buraları doldurmaq istəyirəm, ancaq çatmır. PUBG oynayanlar idimi bayaq göstərdim. Yenə göstərərəm. Onu kopyalayıb, yəni yazıb mənə arkadaşlar ata bilərsiniz. Özələ baxdıqda 3 dənədir. Mənə, yəni ki, bunların arasında ən yaxşı üstün başardı mənə görə. Amma çox adamda bunlardan 6, 17, 10 dənə, 15 dənə olur. Amma məndə 3 dənə mənə bəs eləyir. Gələn sezon yəqin 2-3 olacaq. Bəli, afişimiz, yəni ki, seçdiyimiz ölkə Azərbaycandır. Belə şeylərimiz var. Profillərimiz var. Və belə profil qoruyucumuz var. Avantaj çərçivəsi. Buradan da çıxa bilərik. Sonra nəyə girək? Ateliyə baxdıq. Ateliyedə araclara baxaq. Araclar. Mən bunların heç birini ala bilməmişəm. Amma bunlar çox yaxşıdır da. Hətta buna baxın bir dənə. Çox gözəl araclardır. Hətta Lamborghini. Bunları almaq çox çətindir mənə görə. Amma bunları inşallah gələcəkdə çıxara bilərəm. Hamının arzusu olan M416 buz diyarı. Çox adamın arzusu olan. Məndə də yoxdur. İnşallah onu da çıxara bilərik. İnşallah onu da çıxararıq. Və nə qaldı sonra? Bir də buranı göstərək. Biraz Wi-Fi, yəni Wi-Fi zəif olduğuna görə gecikdirik. Göstərəcəm. Biraz üzrlü sayın.
Buradan çıxaq heç nə olmaz. 2 dənə motorumuz var. Bunu kullana basanda ayda Wi-Fi kullana basanda yəqin ki UAZ-ı yüksəldə biləcəyik. Bəli, girək baxaq. Mevcuda basdıqda 2 dənə var və UAZ-ın 8 dənə istəyir. Sedana da 8 dənə istəyir. Və bizdə hal-hazırda 2 dənədir. Ancaq ala bilərik, ancaq çətindir. 3000 ya 4000 deyəsən AG'dir. Və genel karakter kuponu 100'dür bizdə. 56 boyamız var. Videoların devam etməsi üçün zəhmət olmasa like və abunə olarsınız ki, mən də yeni videolar çəkərəm. Ya bugün ya da ki sabah Livik oynayacağıq. Yanında ya deyəsən bir nəfər də olacaq, 2 nəfər ya da ki tək oynayacağam. Bəli, sonra nə qalır? Nə göstərim? Bura gəldikdə, bura heç destansı atölyədən buradan şeyləri almışam. Silahlara baxdıqda bunu almışam. Daha sonra heç bir şey almamışam və kaskıda buz diyarını almışam. Buradan daha sonra heç bir şey almamışam. Və UC kuponu buradan da UC'lər 60 UC hədiyyə verib və 60 UC almışam. Burada da bitti. Koleksiyonu da gösterdik. Bu arada bayaq dediyim kimi kulübə gəlmək istəsəniz mənə arkadaşlıq isteği atıp mənim üstümə basıb çevirdiniz məni elə bir hesabımı və orada kulüp var. Kulübə basırsınız. Buralarda bir yerdə kulüp var. Mənim kulübdən çıxmışam, yenidən girəcəm. Kulüp var. Ora basırsınız deyə bu kulübə. Basırsınız 4 səviyyəyə inşallah daha da güclü olacaq. Mən deyəsən kulübdəyəm. Bilmirəm, neysə baxarıq. Bu arada bir də göstərim. 12 destansımız var. 32 koleksiyonuq. 32 koleksiyonu və koleksiyon qalerisinə girək. Dəqiqə. Gedirik. Bəli, koleksiyon qalerisinə gedirik. Bura tez baxaq. Videonu sonlandırıram. Sabah əgər bu videoya 10 baxışdan çox gəlsə, sabah yeni bir video atacağım. Gəlməsə də canınız sağ olsun. Ancaq gəlsə çox sevinərəm də. Həm də ki bugün ad günümdür. Və tez bura baxaq. Bəli, burada UMP'miz var. 100 RP'də verilən 2 sezon bundan qabaq verilən bir paltarımız var. Sedan, belə bir paltar, belə bir paltar. Sonra bura baxaq. Burada başqa heç bir şey yoxdur. Bəli, buradan çıxaq. Və görüşənə dək dostlar, sizi sevirəm. Yorumlarda təbrikləri gözləyirəm. Və like atıp abunə olub yorumlar yazmağı unutmayın. Və 10 baxış gəlsə sabah yeni bir video gələcək. Çox sağ olun. Vaxtınız üçün təşəkkür edirəm.